Salam böyüyən filosof. Fikir vermisən, alov heç vaxt eyni qalmır. O həmişə hərəkətdədir, həmişə dəyişir. Öncə kiçik bir qığılcım olur, sonra alova çevrilir və toxunduğu hər şeyi dəyişir. Alovun qəribə bir gücü var. O həm məhv edə bilir, həm də yarada bilir. Yeməyi pişirir, soyuğu qovur, qaranlığı işıqlandırır. Amma nəzarətsiz qalanda o hər şeyi yandırır. Sənə elə gəlmirmi? Sənin də içində bir od var. Bəzən bu od həyəcan, bəzən qəzəb, bəzən bir istək olur. Və bəzən də bu od tələsir. Daha çox hiss etmək, daha tez yanmaq istəyir. Amma doğru olan nə çox olmaqdır, nə də az. Alovun sirri də məhz bundadır. O yaxşı və ya pis deyil. Onu necə istifadə etdiyin hər şeyi dəyişir. Kiçik bir qığılcım böyük bir işıq da ola bilir, böyük bir yanğın da. Bəs sənin içindəki alov necədir? Tez odlanan, tez sönən, yoxsa sakit və davamlı? Səncə alov səni idarə edir, yoxsa sən onu?